heç kim başqa cür yozmasın. Mən burada maşında şoferin əmoğlunun yanında mən maşında yatır olmuşam. Burada bunu heç kim, burada bu avtoqəza hamının başına gələ bilər. Hamının balasının qabağına çıxa bilər. Hər bir şoferin hamısının qabağına çıxa bilər. Mənim də valla başqa işləmə, yenə də bu dəqiqədə də yenə də özümü işləyəm. Yəni o qədər dərk istəyirəm ki, burada insan həyatı həll olur da. Mən istəyərdim ki, mənim kimi seçsən, qabağıma çıxsın, kimisə balasını işsən, bu həyatdan köçsün. Əgər onu mən istəmişəmsə, o elə mənim öz balam qabağına çıxsın. Tabi bunu kim nəfər başa düşdü. Mən heç bir vaxt, heç kimin balasına, yəsindən də, valideynlərindən də, banasından da, anamızdan da, bacılarımızdan da, bütün hamısından çox üzr istəyirəm ki, mənim başqa cür heç kim, yəni o cür fikirləşməsin ki, mən o səviyyəli insan deyiləm. Mən bu dünyada istəyirsən, varlı ol, istəyirsən, kasıb ol, bu dünyada yaranan insanlar hamısı bu dünyadan köçür. Hər şey Allaha məxsusdur, Allahın yazısına pozu yox. Nə o rəhmətlik, o balamız gəlib, bilsəydik ki, belə bir hadisə olacaq, nə o bu yolu gəlib çıxmazdı, nə də mən bu yolu gəlməzdim. Olub da Allahın qəzasıdır. Allah o dünyasını versin, Allah qəni rəhmət eləsin. Valla Allaha and olsun, mən heç bir vaxt, heç kimin pis şeyinə sevinən insan olmamışam. Məni tanıyan Ağsaqqalda, məni tanıyan Cavanda, bütün Azərbaycan xalqı məni